Günə necə başlayırsınızsa, gününüzdə elə keçir. Bəzi insanlar elə zənn edir ki, hər səhər yuxudan duran kimi ac qarnına bir stəkan qəhvə içmək günə enerjili və sağlam başlamaq üçün əla bir seçimdir. Xeyr, əksinə hər səhər edilən bu vərdiş bədən üçün zərərli ola bilər. Çünki biz yuxudan oyanarkən mədəmiz boş olur, ac oluruq. Az qarnına qəhvə içdikdə isə mədədə turşuluq artır. Artmış turşuluq da selirli qişanı yandırır, zədələyir. Bu da qızqırmaya, mədə ağrısına, ən pis halda isə qastritə yol aça bilir. Həmçinin az qarnına qəhvə içdikdə kortizol, stres hormonumuz yüksəyə qalxır. Bizim onsuz da səhər yuxudan durarkən stres hormonlarımız pik səviyyədə olur. Çünki biz bu hormonların köməyi ilə yuxudan oyanırıq ki, günə enerjili başlayaq. Üstünə az qarnına qəhvə içdikdə bu hormonlar daha da yüksəlir və hormonal balanssızlığa gətirib çıxardır. Bunun da nəticəsidir ki, günə enerjili başladığınız halda bir neçə saat sonra özünüzü yorğun, taqətdən düşmüş vəziyyətdə hiss eləyə bilərsiniz. Həmçinin az qarnına içilən qəhvə qan şəkərini də dalğalandırır. Bəzən qəhvədən sonra özümüzü yaxşı hiss eləyə bilərik, lakin bir neçə saat sonra özümüzü az, əsəbi, yorğun halda da görə bilərik. Bu da məhz qan şəkərinin dalğalanmasına görədir. Bəs yaxşı, nə edək? Çox sadə, hər səhər yuxudan duran kimi bir stəkan ilıq su için. Az qarnına səhər məşqləri edin və ac qarnına soyuq bir duş alın. Bu üçünü etsəniz günə balanslı, enerjili və ən əsası sağlam başlayasınız. Videonu bəyəndinizsə paylaşın. Sağlam olun, sağlam qalın.